Həmişə baxmaq istəyirəm. 75-də çəkilib. Amma elə bil ki, bu gün də o filmə baxanda elə bilirsən sən də oradasan. Oradasan. Yeni il axşamı o necə o qarın yağmağı, zərlər, o saat göstərməsi, şampan. Yəni yeni ilə aid olan bütün o detalları orada verib. Sovet dövlətini tərifləyirsən, bax orada həmən küçə Sankt-Peterburqda da var, Moskvada da var. Bəli. Həmən ev gedir orada. Bəli. Yəni təkrar olunmamalıdır da bu. Hətta indi bu yaxında orada müsahibə veriş eləmişdilər. Deməli o evə nəzarət edən o komendant, dəhlizdə bir komendant var. Qadın da oturub orada, telefonu da var. Deyir ki, hələ də mənim telefonuma zənglər gəlir. Nadia və Jenyanı soruşurlar. Bax, kinonun gücü budur. Çox gözəl. Çünki nəyə görə? O adam, Ryazanovda belə bir şey var. Məsələn, bu kitab burada olmalıdırsa, çəkəcək. Yoxdursa, atminit gedir və deyir ki, yox, bu getməlidir, sabahlarını təzən çəkmək. Biz amma deyirik ki, bu yoxdur, bunu qoy da bura, birtər yola verərik. Kinoda bu olmamalıdır.